Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Xoş gördük sizi, əziz dinləyicilər. Ədəbiyyat almanaxımızda bugün də bir neçə maraqlı imza haqqında müzakirələr edəcəyik. Dəyərli, unudulmaz, keşməkeşli həyat yaşamış şairlərimizi yada salıb, onların dövrünə səyahət edəcəyik. Onların şeir dünyasının qonağı olub, müzakirələr aparacağıq. Oxuduğumuz kitablar kimi müəlliflər də bizə doğmadır. Ədəbiyyat, yaşadığımız həyatın güzgüsüdür. Bəzən o güzgüdə özümüzü görürük. Bəzən isə şairin və ya yazıçının simasını, portretini. İkili portret. Bugün İkili Portret rubrikasında Əli Kərimi və Pablo Nerudanı müqayisə edəcəyik. Əli Kərim Azərbaycan ədəbiyyatına yeniliklər gətirən 60-cı illərin unudulmaz şairi, dövrünün tanınmış və sevilən simalarından idi. Həyatını çox tez itirmiş şairimiz Azərbaycan ədəbiyyatının bütün mərhələlərində, hətta müasirlərimiz üçün də örnək olmağı bacarmışdı. Əli Kərim az ömründə Azərbaycan poeziyasında dərin izi olan böyük şairlərimizdəndir. Poeziyamızda sərbəst şeirin yaradıcılarındandır. Pablo Neruda Çilili şairdir. O da nəinki öz xalqının, həm də digər dövlətlərin, ədəbiyyat sevərlərin, tərcüməçilərin marağına səbəb olmuş bir ictimai və siyasi xadim olmuşdu. Və eyni zamanda böyük şair idi. Hər iki şair duyğuların ifadəsində bənzərsiz olub. Lakin Neruda daha çox qlobal humanizmə və inqilabi ideyalara yönəlib. Əli Kərim isə Azərbaycan poeziyasında modernizmin və yeni bədii formaların gətirilməsində rol oynayıb. Əli Kərim. Axtarıram mən səni, arayıram mən səni, soruşuram gözümlə ötüb keçəndən səni. Axtarıram kitabda, arayıram həyatda, bilmirəm nə boydasan, nə görkəmdə, nə adda. Sənin təhsilin nədir? Sənin yaşın necədir? Ağladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi. Qoy qara xalın olsun, həsrətimin nöqtəsi. Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən, ol, kiçik ol, böyük ol. Amma kamallı ol sən. Kamallı ol ki, ömür bir şən nümayiş deyil. Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində, kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Pablo Neruda. Sən alatoran səmamda bir buludsan. Eşkim sevdiyim rənglərə boyanıb, mənimsən bal dodaqlı qız. Varlığın sonsuz yuxularımın mənası, ruhum ayaqlarına döşənər çəhrayı çalarda və içdiyim turş şərab belə sənin dodaqlarında şəkərə dönür. Ey mənim əbədi nəğməmi dinləyən gözəl, ey tənha yuxularımın qadını, mənim qadınım. Ruhumun yetim səsini gecə küləyi ilə sənə yollayıram, sənin surətin dolar gözlərimə, alıb götürərəm səni xəyallarımın qoynundan. Bu axşam baxışların su kimi safdır, surətin gözümün içində, sən mənim şirin nəğmələrimin, sonsuz səma kimi tükənməz eşkimin qadınısan. Ədəbi yaddaş. Bu dəfə Ədəbi Yaddaş rubrikamızda Mikail Müşfiq anılacaq.
Mikayıl Müşfiq Azərbaycan ziyalılarının, düşünən ağıl insanlarına məhv edildiyi, yox edildiyi dövrün 1937-ci il repressiya qurbanı oldu. Büsbütün ailəsi və özü məhv olan Müşfiqin Azərbaycan tarixində və yaddaşında, ədəbiyyatında yalnız xatirəsi və indi də dillər əzbəri olmuş gözəl əsərləri qaldı. Bugün studiyamızda qonağımız var. Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının Humanitar Fənlər Kafedrasının müdiri, professor Firidun Qurbansoy. Firidun müəllim, xoş gəlmisiniz. Xoş gününüz olsun. Bugün nakam şairimiz, gözəl şairimiz və nəhayət ki, unudulmaz şairimiz Mikayıl Müşfiq haqqında söhbət edəcəyik. Müşfiqi bir neçə cümləyə sığdırmaq çox çətindir. Yalnız qısa, lakonik düşüncələrlə bir neçə kəlmə və rənglərdə onu düşünsək, nə deyə bilərik? Kim idi Müşfiq? Əgər bir cümlə ilə desək, demək olar ki, qaranlığın işığı söndürmək istədiyi, ancaq bacarmadığı bir şəxsiyyət. Xalqın ürəyinə, ən incə duyğularına siyarət edən əvəzsiz şair. Və bugünə qədər oxunaqlı, bugünə qədər unudulmaz olan şairimizdir. Təkcə bugünə görə yox, həm də sabahlara görə. Düzdür. Mən bilirəm ki, siz Mikayıl Müşfiq haqqında filmin ssenari müəllifisiniz. Öz yazılarınızda, ümumiyyətlə çıxışlarınızda çox müraciət edirsiniz Mikayıl Müşfiqə. İstərdim ki, siz də öz duyğularınızı bizimlə də bölüşəsiniz. Mikayıl Müşfiq əlinə qələm alıb mətbuata çıxan andan onun bədxahları öz qara qələmlərinə sarılıb Müşfiqi başladılar təqib eləməyə. Bilirsiniz, Mikayıl Müşfiq elə bir şəxsiyyət idi ki, şair kimi aktyorluq eləyə bilmirdi. 20-ci ildə bilirsiniz ki, mərhum 28 apreldə Sovet hakimiyyəti quruldu Azərbaycanda. Xalqın tərəfində olan xalqı sevərlər Azərbaycan Demokratik Respublikasının adamlarının bir sırası xaricə mühacirət eləyə bildi, təqib eləyib sıradan çıxartdılar. Onun ailəsi onun ardıca məhv oldu, yəni çox çətinliklər çəkdi və sonra ona bəraət verildi, bilirik ki, və ailəsi bundan xəbərdar oldu. Amma bacısına ona bir məbləğ təklif edirlər. Bax, bu barədə istəyərdim danışasınız. O qəbul etmir. Bacısının özü də sürgün olmuşdu. Elə bir şərait yaratdılar ki, 1937-ci ilin sentyabr ayı həddindən artıq isti idi. Ona görə dərslər bir 10 gün sonra başladı. Onun bacısı Böyük xanım orta məktəbdə, ibtidai məktəb müəllimi idi. Ona görə də dərsə gələndə dərs hissə müdiri onu içəri buraxmaq istəmədi məktəbə. Soruşanda niyə? Dedi ki, onu məndən yox, get qardaşından soruş. Demişdi, qardaşımı həbs eləyiblər də. Deməli, ona görə səni məktəbə buraxmırlar. Aydınlaşdırmaq istəyirsənsə, get Maarif şöbəsindən dəqiqləşdir. O da gəldi, orada elə bir səhnə düzəldi ki, onu əsəbləşdirdilər. Böyük xanım qrafini götürüb stolun üstünə çırpdı, masanın üstünə. Çilik-çilik oldu. O saatda Maarif şöbə müdiri heç dəxli olmayan adamları şahid kimi dəvət elədi. Milisioner qapıda dayanırdı, milisioneri də dəvət elədilər. Akt tərtib eləyib onu orqanlara təqdim elədilər. Orqanlarda da əslində bu daxili işlər orqanlarının işi idi, amma bunu təhlükəsizlik sisteminə təhvil verdilər və beləliklə o Azərbaycandan sürgün oldu. Uzun əzablar gördü, belə uzun müddət çəkdiyi zülmləri qələmə almaq mümkün deyil. Nəhayət Bakıya gəlməyə icazə verəndə artıq Mikayıl Müşfiqin bəraəti var idi. Mikayıl Müşfiqin ailəsində atası, anası və 4 uşağı vardı. Ən son 5-i də Mikayıl idi. Mələk adı qoymuşdular ona. Həqiqətdə də o mələk kimi yaşadı, günahsız yaşadı. Mikayıl Müşfiq öz ailəsindən elə tərbiyə görmüşdü ki, eyni zamanda bacıları da, qardaşları da bu son dərəcə yüksək vətənpərvərlik. Ona görə də bacısına təklif eləyəndə ki, biz səhvən sənin qardaşı həbs edib güllələmişik və evini müsadirə eləmişik. Bunun da məbləği müəyyən qədər, elə böyük bir məbləğ idi. Bacısı qətiyyətlə imtina eləmişdi. Nə demişdi ki, mənim qardaşımın qan pulu mənə lazım deyil. Bunun müqabilində siz ona həmin pul əvəzində heykəlini qoyun. Mikayıl Müşfiqin büstünü qoydular. Balaca bir meydança Mikayıl Müşfiqin adını daşıyıb. Onun anadan olduğu 5 iyunda və həlak olduğu 6 yanvarda
ora toplaşılır və onun Ziyarət xatirəsi edilir, bəli. yad olunur. Mikayıl Müşfiqin şair və vətəndaş adında avtobiyografik Bəli. səhnəciyi var. Orada bir beyt gedir. Mən doğdum ziyalı bir ailədən, ürəyimdə millət, qəlbimdə vətən. Yəni bunu hər sıradan bir şair deyə bilməzdi. Çox az ömründə gözəl sözlər deyib. Yəni şeirləri gəlib indiyə qədər çatıb və indi də aktualdır, indi də oxunur, sevilir. Onun ondan yuxarı kitabı var, tərcümə kitabı da var, sonra uşaqlar üçün yazdığı kitablar da var. Çağlayan adında kitab idi. O nəşriyyata təqdim olunmuşdu, 37-ci ildə nəşr olunacaqdı. Amma o həbs olunanda təbii ki, çap sahasından çıxarıldı və bunu da Şəmsəddin Abbasov o vaxt orada işləyirdi. Mərhum yazıçımız eyni zamanda Müşfiqə də qohumluğu çatırdı. Həmin qovluğu oradan götürdü. Bildi ki, ləğv edəcəklər. Və götürdü, ailədə saxladı. Seyfəddin Dağlının ailəsinə verdik. 56-cı ildə həmin şeirləri nəşr edildilər. Eyni zamanda yaddaşlarda gələn şeirləri də toparladılar və birinci cildi çıxdı 1958-ci ildə. Onun bacısının fəxrlə qardaşının kitabını əlində tutub bir şəkli var, bəli. Göstərməyi, belə deyim ki, o şəkilə elə belə baxmaq mümkün deyil. Bəli. Onun bacısının üzündə elə bir ifadə var ki, elə bir Sovet hökumətinə qarşı çıxır. Elədi ki, mənim qardaşım səndən güclü oldu. O şəkli mən də görmüşəm və çox düşünürəm ümumiyyətlə. Çox ağrılı bir yerdir Azərbaycan ədəbiyyatının da, Azərbaycan insanı üçün də çox ağrılı bir yerdir Mikayıl Müşfiq. Bilirsiniz, 20 il Azərbaycan mənəviyyatından, Azərbaycan poeziyasından uzaqlaşdırıldı onun həlaki. 20 ildən sonra qayıtdı. Amma qayıdandan sonra ədəbiyyatın rəngi də dəyişdi, ədəbiyyatın mövzusu da dəyişdi. Baxdılar ki, bu vaxtacan nə yazıblarsa hamısı boş imiş. Əsl poeziya budur. Düzdür, əsl poeziya. Başladılar kamerton kimi Müşfiqi qəbul edib ona köklənməyə. Köklənməyə, ona oxşamağa, bənzəməyə, təqlid eləməyə bəzən də. Mikayıl Müşfiq çox böyük bir şairdir və az ömründə çox söz demiş şairlərimizdən biridir. İndiyə qədər də unudulmur. Onun sözlərinə yazılmış mahnılar dillər əzbəridir və çox sevilən şairlərimizdən biridir. Daima bütün məktəblərdə, universitetlərdə tələbələrin, şagirdlərin dəfələrlə müraciət etdiyi bir müəllifdir. Müəllimlərin müraciət etdiyi müəllifdir. Çünki onun dili səlisdir, gözəldir, təmiz Azərbaycan dilində yazıb və dövrünü çox gözəl izah eləyib. Bütün mövzularda yazıb. Şeirlərini oxuyuruq, bütün mövzularda yazıb və nə qədər yenilikçidir, nə qədər bilinir ki, onun ürəyində həyat eşqi olub, həyat sevgisi olub, ədəbiyyat eşqi olub, nə qədər sevib o, sözü sevib. Asiyə xanım, elə bir ki, bir neçə saat bundan qabaq yazıb. Bəli, bəli. Bunun səbəbi də var da, niyə görə? Onun atası şair idi və atasının çoxlu şeirləri nəşr olunmuşdu. Mikayıl Müşfiq belə bir mühitdə böyümüşdü. Ona Füzuli, bir də ki, aşıq yaradıcılığı çox təsir eləmişdi. Bütün Osmanlı ədəbiyyatını əzbər bilirdi. Füzulinin şeirlərinin hamısını əzbər bilirdi. Divanını əzbər bilirdi. Bu xatirələrdə gəlib, ona görə də mən bunu belə şəxslə deyə bilirəm. Mikayıl Müşfiqin yaddaşı çox unikal idi. Bizə də dərs demişdi, Mikayıl Müşfiqin də müəllimi olmuşdu. Akademik Feyzullah Qasımzadə Müşfiq haqqında belə bir xatirəni danışdı ki, mən Tofiq Fikrətin şeirlərini keçməli idim, amma qəzadan yadımdan çıxmışdı, onun kitabı evdə qalmışdı. Auditoriya dedim ki, bəs mən sizdən üzr istəyirəm, sizə Tofiq Fikrət haqqında danışmalıyam, ancaq onun kitabını yaddan çıxarıb evdə qoymuşam. Müşfiq durdu ayağa, dedi ki, hansı şeirini deyirsən? Mən bilirəm, deyim də. Çox qərib. Qalxdık, sən hansı şeirini bilirsən? Müşfiq dedi ki, siz məndən soruşun ki, hansı şeirini bilmirsən? Yəni bu dərəcədə mükəmməl yaddaşı vardı. Eyni zamanda o yazdığı şeiri bir dəfəlik kağıza köçürmürdü, yadında saxlayırdı. 2-3 gündən sonra o şeir tamam ərsəyə gələndən sonra götürüb yazırdı. Yəni onu hər hansı an axtarsaydın, yazıya almamış şeir onun artıq beynində vardı. Bu mənada əlbəttə ki, Mikayıl Müşfiq həm gözəl yaddaşı ilə, həm gözəl ruhu ilə, həm gözəl istedadı ilə, ümumiyyətlə ərsəyə gətirdiyi bütün əsərləri ilə xalqımızın əzizi, sevimlisi, munisidir. Çox sağ olun Firdun müəllim, çox ətraflı danışdığınız xatirələrə görə sizə minnətdaram. Çox sağ olun. Siz sağ olun. Yenə
Yenə yığışaraq siz o bağa köçəydiniz. Bizdə muradımızca fələkdən kəlam alaydı. Sizə qonşu olaydı, sizə qonşu olaydı. Yenə o bağ olaydı, səni tez-tez görəydi. Qələmə söz verəydi, hər gün bir yeni nəğmə, hər gün bir yeni nəğmə. Yazaydın səhər axşam, yazaydın səhər axşam, yazaydın səhər axşam, yazaydın səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi, tellərindən incəmi, söylə ürəyincəmi. Bir şənbə söhbətləri verilişinin də sonuna gəldik. Verilişin müəllifi mən, Aysel Fikrət, rejissoru Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyevadır. Səni əsmər bənizli, səni əsmər bənizli. Onlar insan mənəviyyatının, insan ruhunun ən ali duyğularının bilicisi idi. Onları xatırlamaq, yenilənmək, ruhlanmaq və nəhayət yaşamağı öyrənməkdir. Ruhumuzu, düşüncəmizi qoruyaq. Əziz dinləyicilərim, ədəbiyyatla qalın. Yenə o bağ olaydı, yenə sizə gələydik, danışaydı, güləydik, ürkək baxışlarla ruhumu dindirəydi, məni sevindirəydi, məni sevindirəydi. Gizli söhbət açaydı, ruhun ehtiyacından, qardaşından, bacından, çəkinərək çox zaman söhbəti dəyişəydi, mənimlə işəydi, mənimlə işəydi, mənimlə işəydi, mənimlə işəydi. Arzuya bax sevgilim, tellərindən incəmi, tellərindən incəmi, söylə ürəyincəmi. Arzuya bax sevgilim, tellərindən incəmi, tellərindən incəmi, söylə ürəyincəmi. Yenə də bir vuraydı, qəlbiniz gizli-gizli, səni əsmər bənizli, səni əsmər bənizli, səni əsmər bənizli, səni əsmər bənizli.